Bax buna tam dəli bir şeydir. Təbii bir sistemdən istənilən bitkini klonlaya bilərsən. Meyvə ağacları, qızılgüllər, ətirli bitkilər, əncir ağacı, nə istəsən, nə torpaq, nə qəribə məhsullar, nə də pul xərcləmədən. Və ən yaxşısı, bunu indi evində olan şeylərlə də bilərsən. Bu gün sənə inanılmaz dərəcədə sadə bir usul göstərəcəyəm. Fitilli çoxaltma sistemi, Tayland pəncərə usulu ilə birləşdirilmiş şəkildə. Bu texnika o qədər təsirlidir ki, bir neçə həftəyə ağ, qalın və sağlam köklər əldə edəcəksən. Köçürməyə tam hazır. Axirə qədər bax. Çünki sənə slanmarını təmiz və qobələksiz saxlayacaq təbii bir antifungal vasitə də göstərəcəyəm. Başlayaq. Bu usul üçün sənə 1 litrlik və ya 1 yarımlıq plastik butulka, hundur bir su səstəkan, təmiz bir parça, ideal olaraq pambik, bir kəsici və ya qayçı, yaxşı yuyulmuş çay qumu lazımdır. Tikinti qumu və ya dəniz qumu da ola bilər, amma çox yaxşı yumaq lazımdır. Bir sprey, uyudulmuş darçın, bir aloe vera yarpağı, uç faizli və ya 10 həcmli hidrogen peroksid və 2 slam, biri qızılgül, digəri limon ağacı üçün lazım olacaq. İndi fitili hazırlayadıq. Təxminən 2 sm enində və 20 sm uzunluğunda təmiz bir parça zolavi kəs. Uç fayt edəcək. İndi butulkanın qapağını götür və kəsici ilə ortasında kiçik bir desik aç. Fitili həmin dəlikdən keçiririk. Bir hissəsi asaqıya sallanacaq. Digər hissəsi isə stəkanın içində qalacaq, ora qum töküləcək. Bu sadə parça sistemin azarı olacaq. Çünki kapilyarlıq sayəsində su ozu yuxarı qalxacaq və hər gün suvarmağa ehtiyac olmadan torpağın rütubəti daim sabit qalacaq. İndi butulkanın yuxarı hissəsini, yəni stəkan hissəsini kəs. O qum tökəcəyin sənin dibzəyin olacaq. Stəkanı masanın üstünə qoy və kəsilmiş hissəni onun üstünə yerləşdir ki, qapaq stəkanın içində qalsın. Fitili duz saxla və eyni zamanda stəkanı yuyulmuş çay qumu ilə doldur, yuxarıda 1 sm boş yer saxla. Fitilin səthdən təxminən 2 sm dərinlikdə bastırıldığından əmin ol ki, rütubət bütün quma yaxşı yayılsın. İndi isə stilləri hazırlayacaq, biri qızılgül, digəri isə limon ağacı üçün olacaq. Hər ikisi sağlam və yarımtaxta budaqları olmalıdır. Kəsici bıçaqla təxminən 3 sm uzunluğunda bir dənə uzununa pəncərə açırıq. Qabığı çıxarırıq və kambiyumu yüngülcə qaşıyıb taxtanı təmiz vəziyyətə gətiririk. Təbii aloe veranı birbaşa kəsiyin üzərinə gəz. Aloe nəmləndirir, dezinfeksiya edir və koç əmələ gəlməsini stimullaşdırır. Sonra həmin yerə uyudulmuş darçın sak. Darçın təbii göbələ yələyinə vasitə kimi təsir edəcək. Stilləri quma yerləşdir, kəsik hissəni torpağa bastır və onun nəm ilə yaxşı təmasda olmasına əmin ol. İndi isə suvarma ucun suyu hazırlayacağıq. 1 litr suya uç faizli 10 həcmli bir çay qaşığı hidrogen peroksid əlavə edirik və yaxşıca qarışdırırıq. Bu qarışıqla stəkanı elə dolduracağıq ki, fitil tam suyun içində qalsın. Çünki fitil suya toxunmasa, kapilyar təsiri ilə nəm yuxarı qalxa bilməz. Stəkan bu qarışıqla dolduqdan və fitil içəridə olduqdan sonra, qumun üst hissəsindən çox yüngül bir suvarma edirik, sadəcə ilk dəfə nəm etmək üçün. Bundan sonra isə artıq fitil avtomatik şəkildə nəmliyi daim saxlayacaq. İndi isə mini istixananı hazırlayacağıq. Butulkanın qalan hissəsini götürüb, yan tərəflərindən birinin boyunca sağolu bir kəsik edirik. Bu kəsik butulkanı asanlıqla açıb bağlamağa imkan verəcək və onu stəkanın və qədəhin üzərinə mükəmməl oturdacaq. Hazır olduqda sadəcə bu qapağı üstünə qoyuruq və beləliklə bütün koklənmə prosesi boyunca yüksək rütubəti saxlayacaq mini istixana yaradırıq. İndi isə son toxunur. Hər şeyi təmiz saxlamaq üçün təbii bir göbələk əleyhinə qoruyucu hazırlayacaq. 1 litr suya bir cimdik darçin tozu əlavə et. Yaxşıca qarışdır ki, tam həll olsun. Sonra qarışığı incə bir parça və ya qəhvə filtri ilə suz və sprey et. Hər uc 4 gündən bir qumu və stilləri yüngülcə ciliyin. Bu, göbələk yaranmasının qarşısını alır və kökləri güclü və sağlam saxlayır. Və son addım, propagatorunu təbii, dolayı isıq düşən bir yerə qoy. Günorta birbaşa günəş şüasından uzaq saxlar. Hər bir neçə gündən bir stəkandakı su səviyyəsini yoxla və lazım olsa əlavə et. Əgər çox kondensasiya görsən, qapağı biraz qaldır ki, havalansın. İndi isə ən çox həyəcan verən, amma eyni zamanda ən çox səbir tələb edən hissə gəlir. Çünki sən yuxarıda heç nə görməsən də, orada məhz o nəm qumun içində tamamilə yeni bir kok arxitekturası formalaşır. Ona görə də onları rahat burax, toxunma, tərpətmə və hər 2 gündən bir yoxlama. Bu usul özü işləyir.
Və indi diqqətin zəhməyini istəyirəm, çünki indi sehir başlayır. Bax bu mən. Köklər ağ, möhkəm, qalın və tam inkişaf etmiş şəkildə görünməyə başlayır. Bu da fitilin daim saxladığı rütubət sayəsindədir. Artıq stil sadəcə bir budaq parçası deyil. İndi o, müstəqil olmağa hazır yeni bir bitkidir. Və burada pəncərə usulu ilə edilən Tayland metodunun əsl üstünlüyü var. Stili üfüqi şəkildə işlədikdə tək bir bitki yox, bir neçə bitki əldə edirik. Kok atdıqdan sonra gövdəni müxtəlif nöqtələrdən bölə bilərik və hər tomurcuqlu hissəni yeni, müstəqil bir bitki kimi istifadə edə bilərik. Ənənəvi saquli usulda yalnız bir meyvə ağacı əldə edərdin, amma Tayland usulu ilə eyni vaxtda 2, 3, hətta daha çox bitki əldə edirik. Burada limon ağacı və qızılgüllə gördüyün kimi daha çox məhsuldarlıq, daha çox nəticə eyni zəhmətlə və belə sadə bir şəkildə sevdiyin bitkiləri təbii, sərfəli və ekoloji yolla çoxalda bilərsən. Əgər bu usul xoşuna gəldisə, bəyəndiyini bildir, kanala abunə ol və sərlərdə ilk hansı bitkini çoxaldacağını mənə yaz. Gələn videoda görüşərik. Dəst ittirlərin sağlam və güclü boyusun.